Gele mehri mehebbetin üzülmenden niye dön? Belə bir rəvayət var. Nəsiminin dərsini soyanda bir damla qan Zahidin parmağına düşür. O Zahidin ki əvvəldən demişdi ki bu məlunun qanı hara düşsə kəsilməlidir. Və gəlir öz parmağına düşür və Zahid imtina eləyir dediyi sözdən. Qoymur parmağını kəssinlər. Və Nəsimi onda bir qəzəl deyir. Zahidin bir parmağın kəssən dönüb həqdən qaçar. Gör bu gerçək aşıqı sərpa soyarlar, ağrımaz. Soyulan adam təbiidir ki, qəzəl yaza bilməzdi. Ancaq rəvayətdir, dahilərimiz haqqında, böyük istedadlar haqqında xalqımızın uydurduğu rəvayətlərdəndir. Və hərdən mən fikirləşirəm ki, görəsən Nəsiminin ümumiyyətlə dərisi olubmu? Ümumiyyətlə istedadların, böyük şəxsiyyətlərin dərisi olurmu görəsən ki, onda kimsə soysun? Dünyanın ən zəif adamlarıdır böyük istedadlar. Ən köməksiz. Müdafiə olunmağa, qorunmağa ən çox möhtac olan insanlardır. Və onları hamımız qorumalıyıq. Çünki onlar milli sərvətdir. Dövləti, xalqı ucaldan insanlardır. İstedadlı insanlar. Ancaq çox təəssüf ki, çox vaxt qorumuruq onları. Çox vaxt qədrini bilmirik bu adamların. Və belə bir istedadlardan biri bugün qonağımızdır. Azərbaycanda çətənci rəssamlığın bünövrəsini qoyan tanınmış rəssam Qərib İbrahimov. Qərib bəy, xoş gəlmişsiniz. Sağ olun. Qərib bəy, necə düşünürsünüz? İstedadların dərsi varmı? Böyük istedadların. Öz üzərinizdə bunu kifayət qədər yaşayıbsınız və görübsünüz və özünüz də çox böyük istedadlardan birisiniz Azərbaycanın yetişdirdiyi. Necə fikirləşirsiniz? Düz buyurursunuz. İstedadlara hər vaxt, çox vaxt hörmət olunmur. Hörmət olunmur. Və ən çox qayğıya möhtac insanlar da o insanlardır. Onun Füzulinin sözüdür, salam verdim, rüşvət değildi deyə almadılar. Füzuli boyda adamlar da vaxtında o qədər də belə deyək də dəyərləndirilmirdi. Yusuf müəllim, atanız Alman dili müəllimi. Bəli. Ananız tibb işçisi. Tibb, bəli. Böyük qardaş Qərib İbrahimov böyük bir rəssam. Kiçik qardaş Sahib İbrahimov Azərbaycanın tanınmış gözəl müğənnisi. Hardandır bu istedad sizdə? O rəssamlıq hardan gəldi? Atanızda yaxud ananızda belə bir qabiliyyət, istedad var idi, yoxsa ulu babalarınızda mı olub belə bir qabiliyyət görəsən? Rəssamlıq, bilmirəm, valla anam da, nənəm də yaxşı xalçası idilər. Yaxşı xalça toxuydular. Hətta elə onların o xalça məmulatları kimi var. Məsələ xanadır da, xana deyirlər də, belə xana. Xanadır, kirkitdir, sonra kirkitdən böyük, nə deyirlər onun adına? Həvə. Onu demək ki, hamısını atam hazırlayırdı. Mən də uşaq vaxtı ilə oturub yanlarında baxırdım. Sonraki vaxtlar mən də başladım toxumağa. Anam, nənəm öyrətmişdilər. Yavaş-yavaş toxuyurdum.
Gəldi elə oldu ki, xalçaçı rəssam oldum. O Allahın bir qismətidir də. Bəli. İlk rəsmlərinizi nə vaxt çəkdiniz? İlk rəsmlərim 5-4 yaşında təxminən. Təxminən bax elə cızıma gəlirdim də yalandan da. Sonra yavaş-yavaş puxtalaşdı. Qazaq pionerlər dərnəyinə getdim rayona. Biraz orada belə gəldim 1974-də Əzimzadənin bədii nəqqaşlıq faktoriyasına daxil oldum. Oranı qutardım yaxşı qiymətlərlə. 1981-ci ildə isə o vaxtki Mirzağa Əliyev adına İncəsənət İnstitutuna daxil oldum. Bədii toxuculuq faktoriyasına. Rəhmətli Lətif Kərimovun sinifinə. Belə. Orada da bizə Kübra xanım Əliyeva, professor Kübra xanım Əliyeva bizə tədris edirdi. Nəzəriyyələr, belə bir şeylər. Sonra o bizə həmin bu çətin texnikasını öyrətdi. Elə mən əxz elədim, xoşuma gəldi, götürdüm. Elə başladım o vaxtdan 81-ci, 82-ci ildən işləməyə. İşləməyə başladım yavaş-yavaş. Sonra əsərlər başladı muzeylərə alınmağa, sərgilər, muzeylər. Belə. Sima xanımdan soruşdum bacınızdan. Qərib müəllim nə cür insandır dedim. Çox xoş sözlər dedi. Ancaq onu da soruşdum ki, Qərib müəllim gözəl rəssam, Sahib müəllim gözəl müğənni. İsmail bilməm, onun bu sahədə bir istidadı. Onun istidadı yox. Sima xanım dedi ki, məndə də yoxdur istidad. Nə oxumağa deyir, Sahib müəllim imkan verir, oxumaq istəyən kimi deyirsən Allah, oxumağa. Ancaq yaxşı xalça toxuyuram. Yaxşı xalça toxuyuram. Deməli, onda da müəyyən qədər, bəlkə də o işin arxasınca getsəydi, rəssam ola bilərdi, ancaq yaxşı xalça toxuydu bacım. Yaxşı paltarlar tikir. Bəli. Və onu da dedi ki, Qərib müəllim çox zəhmətkeş, fədakar. Sevirəm işləmək. Hətta sizin institutda oxuduğunuz dövrdə eyni zamanda gecə işləməyinizi də dedi ki, həm oxuyurdu, həm işləyirdi. Çalışırdı ki, ailəyə yük olmasın. Və bir nöqsanınızdan da danışdı. Çox qonaqpərvər idi dedi. Elə bir gün də qonaqpərvər. Bir yerimizə rast gəldi, götürüb gətirirdi. Bir gün də mən qonaq sevərəm, çünki mən bu qonaq sevməyi rəhmətli atamı və daimindən görmüşəm. Mən bir gün də qonaq sevirəm. Deməli, Sima xanım danışır ki, yeməyi pişirirdim. Gedirdim, gəlirdim ki, yemək qalmayıb, bir 10 nəfər, biri saz çalır, biri oxuyur. Belə. Təbiidir ki... Zamanında mən də saz çalırdım. Oxtarım müsabiqəsini 81-ci ildə qalibi olmuşam hətta. Özəmə sazı soloxey çalırdım. İttifaq Mirzəbəyli var dostumuz, əməkdar jurnalist. Gənclik dostumuzdur. O mənə bir şeir həsr etmişdi. Son bənd yadımdadır. Yazır ki, səsin ittifaqın dostu yarıdır. Kim belə avazdan doydu yarıdır. Adın aşıq qərib yadigarıdır. Özün ələskər tək çalırsan qərib. O son bənd yadımdadır. Son ələskər də soloxey çalır. Mən soruşmasam demirdiniz onu ki, siz gözəl saz çalırmışsınız. Zamanında saz çalırdım. İndi o qayğı göstərdiyiniz, dəvət elədiyiniz, daim qonağınız olan, yaxud nə vaxtsa dəstək verdiyiniz adamlar hamısı o ümidləri doğrultdu mu? Bizə əsasən deyə bilərəm də. Əlbəttə ki, buyur. Əsasən rəhmətli Yusuf Səmədoğlu gəlirdi. O da necə mənə tanış olmuşdum mən. 1987-ci ilin 11-ci nömrə Ulduz jurnalında Kübra xanımın mənim haqqımda 2 səfərin biraz böyük yazısı getmişdi. Qədim xalq sənətinin yeni şaxəsi. Orada göstərilir ki, mən Qazax rayonunun Daşsalar kəndində doğulmuşam. Rəhmətli Yusuf Səmədoğlu demişdi ki, Kübra xanım, oğlana deyin gəlsin mənimlə tanış olsun. Mən də gəldim Ulduz jurnalına, soruşdum, qapıdan ki, Yusuf müəllim harada oturur? Dedilər, filan otaqda oturur. Gəldim, yavaş... Baş redaktor idi o da. Əlbəttə, Ulduzun, bəli. Gəldim, elə qapının yanına çatdım, qapı açıq idi. Bir an heyrətdən dondum qaldım. Niyə dondum qaldım? Sanki vurğunun qəşəng formasını gördüm mən. Daha yaraşıqlı. Daha yaraşıqlı. Bu çallaşmış saz. Eynən rəhmətli Səmədoğlu sazına bənzər dalğalı saz. Çallaşmış bığ.
Qapını döydüm, daxil oldum, tanış olduq, dedim Qərib İbrahim mənəm belə. Sonralar onu evə dəvət elədim. Nüsrət Kəsəmənlini, Baba Mahmudoğlu rəhmətliyi, sonra indiki xalq artistimiz Tahir Qasımov dəvət elədim. Sonra Tozdan Həkim şair vardı, Sabir Sadiq. Onları bir neçə dəfələr, yəni bizim evdə olublar, oturmuşlar. Bunlar tanınmış insanlardır. Ancaq Bəli, mənim onda 28-27 yaşım var. Ancaq Sima xanım deyir ki, tələbələri, Qazaxdan olan kimə rast gəldi? Evə dəvət edildi. Mən 73-cü ildə institutdan kəsildim, getdim rayonda, kənddə daş kərxanasında rəngsaz işlədim. Bəli. Orada bir neçə nəfər Rus əskərləri vardı. İnşaat patronunda xidmət edirdi. 4-5 yığıb getmişdim ki, çörək yesinlər evdə. Lap gənc yaşımlar. Heç ondan Bakıya gəlməmişdim. Gəlib qayıtmışdım 5-10 günə. Mən qonaq sevən adamım. Nə bilim, Allah Teala hər bir şey bəxş edir də. Çox sevirəm mən qonağı. Çox gözəl şeydir həqiqətən də insanlara kömək olmaq, insanları sevindirmək, onlar üçün xoş olan nəyisə eləmək. Ancaq qəribən istedadlı adamların işləməyə də vaxtı çox qalmalıdır ki, onlar öz işlərindən də məşğul ola bilsinlər və sizin sahədə ağır sahə olub. Bəli. Daha çox qışda işləyirsiniz. Bəli, qış mövsümündə bəli. Vaxt tapa bilirdinizmi ki, həm bu... Yox, indi mən həmin qış mövsümündə işləyəndə artıq mənim emalatxanam vardı. Rəhmətli Mikayıl Abdullayevin Seyir xalq rəssamı Mikayıl Abdullayevin etimadıyla mən emalatxana götürdüm, iki otaqlı. Artıq qonaqlarım ora gəlirdilər. Həm ziyarət, həm ticarət, həm yeyib-içmə, həm də əsərlərimə baxırdılar. Sonraki illər, bəli. Və o əsərləriniz sonra muzeylər tərəfindən alınmaya başladı və sizin üçün də çox həm maddi cəhətdən, həm mənəvi cəhətdən çox böyük kömək idi, əslən qalsa. Yəni Moskvadan gəlib alıblar, onlar barədə də danışardı zəhmət olun. Demək, 1984-cü ildə Kübra xanım mənə dedi ki, bəs sənin əsərini istəyirlər Moskva Tarix Muzeyindən. Getdim Moskvaya, Tarix Muzeyinə, məni bir xanım qarşıladı, təqdim etdim əsəri ona və qayıtdım, gəldim. Üstən ay yarım təxminən keçmiş, telegram gəldi ki, sizin əsəri komissiya tərəfindən qiymətləndirilibdir. Xahiş edirik, razılığınız və qeyri-razılığınız haqqında komissiya məlumat verirsiniz. Mən də yazdım, göndərəm ki, razıyam. Sonralar, ondan bir neçə ay sonra Rəssamlar İttifaqından bizim evə zəng gəldi ki, bəs Moskvadan komissiya gəlibdir. Azərbaycan rəssamların əsərlər alırlar. Getdim, mən də iki xanım idim, Rus xanımlar. Gətirdim emalatxanaya, baxdılar, Kərvan əsərim var idi. Bəyəndilər Kərvan əsərimi, götürdülər. Bir dənə də mən iki janrda işləyirəm. Həm toxuyurdum qamış üzərində, həm batka janrında işləyirdim. Batkada qədim şərq texnikalarından biridir. Ona qələmkarlıq deyirlər. Qədim şərqdə qələmkarlıq. Parça boyanan rəngdən istifadə edirdik. Bir dənə yun toxuyanlar adında batka əsərimi götürdülər. Bir dənə də qamış üzərində toxuduğum Kərvan əsərimi götürdülər. Üstdən bir neçə gün keçmiş, getdim, baxdım. Hələ onda əsərlər toplanırdı, rəssamdan yığılırdı da Moskva Şərq Xalqları İncəsənəti Muzeyi üçün. Getdim, gördüm, mənim batka əsərimi götürüblər. Batka əsərim yoxdur. Kimsə götürüb da, kimsə götürüb, yəni belə deyək də, oğurlanıb əsərim yoxdur. Heç mən də səs-küy qaldırmadım, gənc idim, indi olsaydım, indi hakü salardım. Gənc idim, tələbə idim də. Heç Kərvan əsərim getdi Şərq Xalqları İncəsənəti Muzeyinə. İndi Moskva hazırda iki əsərim Moskvanın müxtəlif muzeylərindədir. Qərib Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyubsunuz və düz 8 il çəkib o. 74'te Yəni ki, siz yeganə adamsınız ki, o məktəbi 8 ilə qutarıbsınız. Bəli, bəli. Bərabər 7 ilə qutarır, amma mənim bir dostum da var, Şəhadət Dərvişov memardır, mənim həmyaşıdımdır. Elə bizim yeridir. İkimiz 8 ilə qutarmışıq. Eyni vaxt dəstəyə getmişik, eyni vaxt Əzimzadəyə qəbul olmuşuq. Ondan sonra 81-ci də Əzimzadənin yaxşı qiymətlərinə qutardım. Sonra İncəsənət İnstitutuna imtahan verdim və 5 nəfərdən
biri mən oldum. 5 qəbul idi onda. Onda 3 faktorası vardı. 4 qız, biri siz. Bəli. Onda 3 faktorası vardı. Keramika, grafika və bədii toxuculuq. Yəni 5 nəfərdən biri mən oldum. Yenə elə institutda qəbul ondan sonra həm stipendiya aldım, həm bir qarajda rəssam işləyirdim. Mən demək olar ki, həm incəsənətdə oxuyanda, həm Əzimzadə oxuyanda Axıranda işləmişəm, rəssam işləmişəm və stipendiya almışam. Və o dövrdəki ailənin də biraz maddi durumu çətin idi. Müəllim uşaqlarda müəllimin nə qədər qazancı olardı ki, 4 uşağa baxsın. Mən özümə baxırdım. Mən özümü təmin edirdim bütün hər şeylə. Belə. Bu dalaşma nə məsələ idi? Nə bilim, cavan vaxtlarımız idi. Necə bir otaq yoldaşımla biraz mübahisə alındı. Özünüz də güləşlə məşğul olurdunuz. Sambo güləşinə gedirdim. Bugünkü professor var, İlham Preməmmədov. Onun kursuna gedirdim. 5 il onda samboda güləşmişəm. Ha, onun kursu deyəndə İlham müəllim də... Bəli, universitetdə İlham müəllim idman ustasıdır, seri idman ustasıdır. O Karakanda'da Ünitfaq turniri çempionu oldu. Elə oradan da birbaşa idman ustalığı verdilər. İdman ustası İlham Preməmmədov. Bəli. Onu 5 il siniflə getmişəm universitetdə. Onda Kürov adına Bakı Dövlət Universitetinə. O vaxtlar. Biraz cavanlıq vaxtlarımız idi daha. Dalaşdım, nəsə olanı vurdum. Məni qoyladılar. İlham Preməmmədov aparat işçisi kimi tanınır və Təhsil Nazirliyinin uzun müddət aparat rəhbəri oldu. Ancaq onun samboçu olduğunu mən indi öyrəndim. Çox maraqlıdır. Deyim, hətta Rus dilində idman qəzeti yazılmışdı ki, Qızıldan, Rusça yazılmışdı sport qəzetində, Qızıldan idman ustalığına. Belə bir başlıqlı sərləvə ilə İlham müəllim onda Karakanda'da 78-79-cu illərdir. Onda mən 23 yaşım var idi. İlham müəllimin yanına məşqə gedəndə İlham müəllim İttifaq turnirinin qalibi oldu Karakanda şəhərində, Orta Asiyada. Dəqiq yadımdadır mənim. Mənim yaddaşım biraz yaxşıdır. Və sonradan Komsomol mükafatına sizi Rəssamlar İttifaqı təqdim elədi. Nə cür yarandı oldu? Nə cür çıxdı? 1990-cı ildə 34 yaşım olanda Rəssamlar İttifaqı prezidium yığıldı. Məni təqdim etdilər. Azərbaycan Leylin Komsomolun mükafatı laureatına. Mən də sənədləri topladım, verdim, hamısı getdi Komsomolun katibliyinə getdi ki, məni oradakı komissiya tanısın, mən kiməm da. Bütün külliyyatım hamısını papkanın içine tikdim, kreylədim, yapışdırdım, verdim ki, məni tanısına mən kiməm. Sonra mənə vermədilər mükafatı, bir tanımış adamın oğluna verdilər. İndi həmin adamın özü xalq artistidir, hal-hazırda musiqi sahəsi üzrə, adını çəkmirəm. Mən də küstüm. Mənə çox pis təsir etdi. Biraz bizdə küsmək genetik var, anam da küsəyən bir qadın idi, rəhmətlik. Anam oxşamışam mən küsməkdə. Ondan sonra rəssamlığa atdım, sonra biraz sonra 20 yanvar faciəsi meydana gəldi. Ondan sonra tamamilə əlim qurudu, rəssamlıqla vidalaşdım. Düz 90-cı ildə vidalaşanam, 35 ildir, 35 il edir də. Belə. Lenin Komsomolu mükafatı vermədilər, heç olmasa sənətləri də geri qaytarmadı. Onu da qaytarmadım. Məsələn, mənim o papkada tikdiyim həm slaydı, həm rəngli fotosu Karvan əsərimin papkanın içində getdi. Məndə Karvandan heç bir əsər əlamət qalmayıb. Əgər hər hansı bir, tutaq ki, xalq ya kimsə, bir nəfər desə ki, mən falan muzeydəki iş mənimdir, mənim onu sübut etmə heç bir əlimdə sənət yoxdur. Heç bir şey yoxdur əlimdə. Bu da Komsomolun sizə elədiyi yaxşılıq. Elədiyi bir Azərbaycan gəncinə, yəni ola bilər, məsələ mən işləsəydim, mən ən azından bu dəqiqə mən ən azından bir titulların rəssamlardan biri ola bilərdim. Çünki mən sürətlə gedirdim. Çünki o sahədə adam yox idi. Və ittifaqda ümumiyyətlə bu sahədə sizdən başqa bir də bir qırğız məşğul olub. Bəli, Sovet İttifaqında onun kitabını mənə rəhmətli Ziyadxan Əliyev, professor dostumuz, o gətirdi mənə verdi. Mən bilmirdim ki, belə bir adam da var. Cumabay Ümetov, Qırğızistan SSR-nin xalq rəssam adında bir adam, həmin bu sahə ilə, bu
texnika ilə məşğul olurdum. Taso naxışda zadlar eləmirdi. Restoranları bəzəmək üçün ara kəsmələr belə özlərinə məxsus öz stillərində belə şeylər toxuyurdu. Onun məndə kitabı var idi. Yəni belə demək olar ki, seyirdə o vaxtları 2 nəfər olmuşuq da. Və sizdən fərqli olaraq onun qədrini biliblər. Və mən Wikipediyada axtardım. Onun haqqında Ruscada kifayət qədər yazılıb, Leningradda oxuyub, görünür bunun da təsiri var. Və siz təsəvvür eləyin. Deməli, həm öz dövlətinin kifayət qədər mükafatlarını alıb, həm SSR Təsviri Sənət Akademiyasının qızıl medalını alıb, qiymətləndiriblər. 95-ci ildə rəhmətə gedib. Və demək olar ki, o sənəd artıq davam elətdirənlər yoxdur da, demək olar ki. Yoxdur. Belə. Yəni, əslən qalsa sizə qarşı laqeydlik eləmədik biz. Bu sənətə qarşı elədik. Bu inkişaf elətdirmək, sizin də tələbələriniz ola bilərdi. Onlar da bu sənədi 18-ci əsrdən bu tərəfə gələn o sənəti yəqin ki, inkişaf elətdirib gözəl əsərlər ortaya qoya bilər. Tamamilə doğrudur. 1987-ci ildə SSR yaranmasının 70 ili münasibəti ilə Təbriz xanım var idi, İncəsənət Muzeyinin direktor müavini. O vaxtki Kazımzadənin xalq rəssamı, onun müavini idi Təbriz xanım. Mən tanıyırdım da. O mənə Almaniyadan foto şəkil gətirmişdi. Hansı ki, Azərbaycan rəssamlarının Almaniyada SSR-in 70 ili münasibəti ilə sərgi yaranmışdı. Mənim də əsərim orada iştirak edirdi. İnanırsınız da, Alman tamaşaçılar heç Azərbaycanda bilmirlər ki, çətin nədir. O hala Almaniyada elə diqqətlə belə mat-mat baxırlar ki, əsərə. Fotoda adama ləzzət eləyir. Çünki həm də onu, o əsərləri yaratmaq çox çətindir. Bəli, çətindir. Onu yığmaq, siz indi nə əziyyətlə özünüz gedib yığırdınız, ailə üzvləriniz ki... Tək yox, onu bir yığmaq olmazdı. Yığırdım, sahibdi, nə bilim, qardaşım, qonşular vardı, tacüstlarım, Cabaşı. Rəhmətli dayım vardı, Valod, hamısını aparırdım, bir maşını yığırdım, onları aparırdım. O da bıçaqla qırırdıq da, gölün içində sapıq geyinib, o göllük içində olur, bataqlıq içində olur. Düz kökündən bıçaqla vururdu, biri vurur, ikimiz vururduq, atırdıq qırağa, o birisini orada yığırdılar. Elə çox çətinliklə. Sonra artıq onu mən ölçülərə bölürdüm. Mənə lazım olan ölçülərə 90, 1 metr, 1.5, 1.10, baxır da onun ölçüsü nə qədərdir. Ona uyğun kəsirdim ayağını, başını və onu mən kölgəli yerdə qurudurdum. Adətən də kravatın zalının altında qoyurdum ki, çünki gün vursa onu əyirdi. Gün onu əyirdi. Yəni, kölgədə öz gedişinlə özü quruyurdu. Və qışda da başlayırdınız? Qışda da, bəli, qışda da toxuyurdum. Mənim bu bir əsərim də var, onu mən sizə göndərmişəm, onun rənglisi yoxdur məndə, 3 hissədən ibarətdir. Ona xalçada dəst deyirlər. Qrafikada diptik, triptik deyirlər, ikili, üçlük deyirlər. Xalça sənətində ona dəst deyirlər, ikili, üçlük olanı. Mənim orada üçlüyüm var, onu mən 2 ilə toxumuşam, 2 mövsümə toxumuşam, 2 qış sezonunda toxumuşam mən. Deməli, hardasa 1 ilə, 2 ilə, o böyük əziyyətlə əvvəl qamışı toplayırdınız, onu hazır vəziyyətə gətirirdiniz, əsəri yaradırdınız və neçəyə sata bilirdiniz onu ki, dolana biləsiniz? Müxtəlif qiymətlərə, məsələn, muzeylər alırdı məndən, Azərbaycan Xalça Müzeyi. Ən birinci işimi çoban əsərimi məndən 400 manat almışdılar. Sonra 1200, 1500, ən baha alınan işim mənim Moskva Tarix Müzeyində 2000 manat almışdılar. Amma o 2 ilə toxuduğumu dediyim ki, dəst ki var idi, şərq motivləri dəstini, onu məndən 1800 manat aldım. Qəribən, indi o çəkilən zəhmətin qarşılığında mən hesab edirəm ki, bu pul çox azdır. Ödəmirdi. Ödəmirdi, amma nə eləyəsən ki, tələb adam idim, ev yox, kvartant qalırdı, kərkiş qalırdı, satırdım, gedirdi də. Nə eləyəsən? Elə. Və 90-cı ildə sənətdən uzaqlaşdınız. 90-cı sənətdən uzaqlaşdım. Ondan sonra, nə bilim, başqa işlərlə məşğul oldum da. Yəni, haram işlərlə yox. Bizim nəsildə, aləmizdə heç vaxt haram çörək yeməmişim. Müəllim oğlu, müəllim anasına haram çörək yeyə bilər ki. İşləmişəm, nə bilim, müəyyən yerdə. Sonralar artıq gəmi təmir zavoduna getdim, orada
ne deyirlər ona? Security rəisi oldu. Sonra inşaat qrupunun rəisi oldu. Sonra biraz da işimi böyütdülər. Təmirçinin təsərrüfat rəisi oldu. Sonra məni məxfi şöbəyə keçirdilər. Belə. Sonra çıxdım pensiyaya. Pensiya nə qədər alırsınız? Çox az. 360 manat. Əgər demə mümkünsə. Yəni Az. 360 manat. Az. Böyük bir istedad, böyük bir istiqamətin yaradıcısı, nə işləmə imkanı verdik, Bəli. ruhdan saldıq, sonra da ki 360 manat pensiya veririk ki, yaşa. Peşə üçün, sənət üçün darıxmadı siz qəlbə? Elə məqamlar olur ki, darıxırsan da, ancaq görürsən ki, artıq gecdir. Maserskoyumu təhvil verdi, stol, hamısını dost-tanışa böyük stollardan vardı, toy stol kimi uzun, 5 metr uzunluğunda, hamısını pay verdim dost-tanışa, aparatlarım vardı. Ondan sonra mən öz yaradıcılığımı bir nəfər Faiq Kərimov adında bir Gürcistanlı bizlə kvartet qalan, qonşu otaqda qalan bir oğlana öyrətdim. O da mənim fakültəmdə oxuyurdu incəsənətdə. Mənim fakültəmdə oxuyurdu. Onu öyrətdim, o da bir dənə iş toxudu. Çox xoşum gəldi. Sanki elə məni toxuyurdu. Çox xoş. Sonra o da başını buraxdı, keçdi ticarətə. Bax belə. Görünür, dəstək verməsək, Elə. həm iş ağırdı, həm gəlir azdı. Təbiidir ki, belə insanları həvəsləndirmək lazımdır ki, bu sənədi yarımçı yaxşı qiymətə alınmalıdır ki, bu material alır, vəziyyət çəkir, bu toxuyur. Bu sapdır, sapın da kiloyu baha olan bir şeydir. Bu rəngdir ki, akvareldir, quaşdır, deyəsən ki, çəkdin, boyadın, əsər yarattın. Onun öz yeri var, öz çətinliyi var. Amma bu pulla başa gələn bir şeydir. Sapdır da, yun saplar. Qəlbən, ümumiyyətlə, yaxşı dolanan rəssamlar varmı ki, onlar belə əziyyət çəkmirlər? Abdullah müəllim, bizim vaxtımızda müəllimlərimiz vardı, hansı ki, onda onların olardı 60, 55. Bax, məsələ, çox hörmətli bir dost demək olar ona, Natiq Əliyev, akademiyanın rektoru, mənim müəllim olub. 2 yaş məndən cavandır, 2 yaş məndən cavandır. Mənə rəsmdən dərs deyibdi, 5-ci kursda mən oxuyanda incəsənətdə. Çox mədəni bir adamdır. Onda bizim müəllimlər yaxşı dolanırdılar. Keramika ilə məşğul olan müəllimlər var idi, mozaika ilə məşğul olan müəllimlər var idi, portret yaradan müəllimlər var idi, əməkdar rəssamlar, xalq rəssamlar, hamısı yaxşı dolanırdılar. Ən, belə deyək də, orta bab dolanan müəllimin 06-sı vardı o vaxtı. Biraz imkanlarının qaz 24 onu var idi. Deməli, onda gör, onda nə qədər pullar alırdılar. Biz də yaxşı maaş alırdıq, yaradıcılıqdan yox. Portretdə, təbiət mənzərələrini, məsələn, ta ki, mənim sonuncu işim Tozun Qazqulu kəndinin olubdu, Sumu 14 deyirdilər oradan, Abid müəllim vardı, rəhmətlik. O mənə 10.350 manatlıq mənə maaş çatacaq müqavilə bağlamışdı. Mənə çatacaq maaş 10.350 manat, ümumi simita dəyər hadasa 13.000 nə qədər belə. Biz yaxşı maaş alırdıq. 10.000, 8.000, 7.000, 6.000, biz hələ mən gənc olan adam idim da, yəni mən gənc idim. Elə mən şəxsən mən elə maaşlar alırdım mən. İndi baxın ki, bizim müəllimlər gör nə qədər maaşlar alırlar. Üstəlik dövlət sifarişi ilə də işləyirlər. Mikail Abdullayev Nəsiminin portretini çəkmişdi. Tarih sonra Nizam metrosunun fayinin bəzədilməsi, hamısı ona yaxşı maaşlar alırdılar. Çünki onların kateqoriyaları böyüdü. Xalq rəssam idi, seri-xalq rəssam idi, əməkdar rəssamlar idi, Azərbaycan seri-xalq rəssamları da ona yaxşı maaş alırdılar. Həm də institutda dərs deyirdilər. Və onlardan biri də sizin müəlliminiz olub, Lətif Kərimov. Bəli, Lətif Kərimov. Tanınmış xalçaçı rəssam. Azərbaycan xalçaçının sənətinin danışan danisi atası. Adam elə gəlirdi ki, İngilis Azərbaycan dilində danışır. Onun çox qəribə danışıq tərzi var. Lətif müəllim əslən Şuşadandır. Bəli. Ancaq İranda böyümüşdü. Ona görə o fars dilli idi. Hətta bir ara o Azərbaycan radiosunda fars dilləri şöbəsində aparıcı işləyirdi. Elə tarixdə də var. Özü də deyirdi, oxumuşum mən haradasa, fars dilində veriş aparırdı. Haradasa 60 ya 70-ci illərdə. Belə. Çox belə özünə məxsus səsi vardı. Mən dövlət televiziyasında da. Məxsus da
quruluşu var idi, yerişi var idi, uzun əlləri var idi belə, çox maraqlı saçı var idi. Qəşəng, həmişə jilet deyirlər, ondan geyinərdə üstü başdan ayağa butalar, naxışlar idi. Çox maraqlı bir adam idi. Bir dəfə mən Molla Pənah Vaqif Batka əsərini yaratdım, 2 variantda yaratmışam. 2 variantda. Birinci Molla Pənah Vaqifi vermişəm, Qazax Vaqif Xatıra Muzeyinə hədiyyə vermişəm. İkinci daha puxta variantını mən Şəmistən Nəziri rəhmətliyə, o da bizə gəlirdi həmişə. Onu dəvət edirdim. Ona hədiyyə vermişəm. İndi Molla Pənah Vaqif əlində qələm kağıza baxır da, belə sanki fikirləşir. Mən fikirləşdim ki, o kağıza mən nə yazmalıyım? Bəlkə sabah muzeydə bir xarici, yəni fars dilini bilən bir adam gələr, mən elə yalanı belə eləyə bilmərəm axı. Yalanı belə eləyə bilərsən, bunun mənası nədir? Nədir bu belə-belə? Deyim, Lətif müəllim, dedim, Molla Pənahın bir beyti var, mən bu cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babat görmədimi? Deyim, xahiş edirəm, Lətif müəllim, bunu kağıza yazın, mən onu oraya köçürəcəm. Hər yazdım, mən də həmin o Molla Pənahın əlində tutduğu kağıza həmin o beyti köçürmüşəm. Yəni, bu da kimsə gəlsə fars dilini bilən İranlı, haralı, məsələn, baxacaq ki, burada o yazılır. İrad tuta bilməz. Qəti. İşə məsuliyyətli sənətkar münasibəti əslində qalsa belə olmalıdır və Vaqifin o məşhur görmədim İndi Molla Pənahın qabağında da belə X-ə bənzər o vaxtları olursa yazıb oxuyurlar Kitab ki, altına var. Adını bilmirdim. Onun adını bilmirdim ki, bu nədir da, bu nədir? Getdim rəhmətli Mikayıl Əbdülövün yanına, o da qonşu qrupada dərs deyirdi rəhkarlara. Deyim, Mikayıl müəllim, belə olanın qanına deyirdi rəhil. O vaxtın sözü mən yadda saxlamışam. Həmin o kitab qoyulan, onun adı rəhildir. Onu Mikayıl Əbdülöv mənə deyir. İndiki nəsil yəqin ki, bilmir onu, heç mən də bilmirəm. İndiki nəsil nədir? Əgər demək mümkünsə də, Sumqayıtda bir neçə bunun əvvəl yas mərasimindəyik, bir yaxın adamın yoldaşının. Molla danışdı. Mənim yanımdakiler da bilirlər ki, mən biraz şeylər bilirəm də, yoldaşlar. Dedim, mən soruşacağım, onun adı nədir, o Quran qoyduğun adı. Deyirlər, lazımdır, bilməyəcək. Dedim, yox, elə çıxanda soruşacağım. Mollanın yanına çatdım, dedim, Molla, onun adını deyə bilmirəm. Dedim, onun adı Rəhildir, yanında saxla. Bilmirlər, çoxu bilmir onun adı. Bizim mollalara tutulacaq o qədər iradlar var ki, düzdür. Sizin çox böyük işlərinizdən biri qardaşınızla bağlı olur. Ailə üzvlərinin bir hissəsi onun müğənni olmağını istəməyiblər. Ailə üzvlərimizdən yox. Rəhmətli qardaşım, kiçik qardaşım onun müğənni olmasını istəmirdi. Dedi ki, onda Qazax Ticarət Birliyində baş əməkdaşımız idi, İsmail rəhmətli, yazıq. Allah rəhmət etsin. O istəmirdi sahib, yəni gəlsin, təhsil alsın. Dedi ki, burada onu qoyaq texnikuma, Bakıda, hər hansı bir ticarət texnikumuna. Sonra burada mağazin açaram, elə əlim, gözüm üstü olarda işləsin, aləsin. Dedim, yox, İsmail, mən sahibi aparıb oxutmalıyam. Və sahibi gətirdim Asif Zeynallah adına məktəbə, onda qəbul qabağı, yay vaxtları idi. Tar müəllim idi, adı Eldar müəllim isə, səhv eləmirəmsə də. Dedim, bəs qardaşım gətirmişəm, bir ona səsinə qulaq asın. Xanlar müəllimi deyiləm, səsi qulaq asana. Nərmən Əliyev rəhmətli. Dedi, gedim o otağa. Getdi Nərmən müəllim, Allah rəhmət eləsin, yanında da tar. O nə oxuyursa, dedi, Şahnaz. Tarı dedi, ver. Tarı verəndə buradan başladı Şahnazı oxumağa. Gənc, enerjili səs. Dedi, yaxşı səsdir. Onlar xam səsidir. Elə sənətlərini verdi sahib həmin il, elə oraya qəbul oldu. Müqavimət olmadı, yəni elə dediniz, eşitdilər razı. Heç bir müqavimət, heç bir müqavimət. Əksin atam belə sevindirər ki, kiçik oğlu da yeyib təhsil alır. Öz sahəsi üzrə. Bu da o vaxtları gənc olduğundan onu çox aparırlar toylara. Gürcüstana, Qazağa, Gədəbəyə, Toza. Uşaq səsi biraz maraqlı olur da. Çox aparırlar toylara. Yox, gənc səsi də çox gözəldir. Səs dəyişə gəlib, indi tamamilə başqa bir səsdir. Qaltanlı, gözəl. Və mən sizə deyim ki, siz rəssamlıqdan tez uzaqlaşdınız, ancaq Azərbaycan mədəniyyətinə həm də çox böyük xidmət göstərdiniz ki,
imkan vermədiniz ki, o içsin. Bəli, sahibi. Bəli, həqiqətən də. Qərim müəllim, uşaqlardan sizin yolunuzu davam edən incəsənətə meyilli yoxdur? Yox, heç kim yoxdur. Meyil eləyən yoxdur. Belə. Və bir vaxt çəkdiniz, elə mən istədim onu sizdən soruşum. Nə cür fikirləşirsiniz? Bu tezdən yaşamaq imkanınız olsaydı, buraxardınız mı bu rəssamlığı, yoxsa dayanardınız, döyüşərdiniz? Sən bilirsinizmi, Abdalım müəllim, elə şeylər var ki, zamanında daha yaxşı olur. Məsələn, mən indi öz fikrimi deyirəm. Mən fikrimi deyirəm, bu mənim subyektiv fikrimdir. Sovet vaxtında bütün rəssamlar, şairlər, ədiblər yaxşı yaşaydılar. Çünki kitabları salınırdı plana, birdən filan qədər nəşr olur, nə bilim, 10 min, 30 min, 40 min satılanda şair dostlarımız var idi, yazı dostlarımız var idi. Mənim 70 yaşıma, mən elə az yaşlı adam deyiləm mən. Məsələn, təkrar bir də çapa verirdilər, həmin o çox satılan əsərləri. Onlar oradan qanarlarını alıb yaşayırdılar. Rəssamımız da onu kimi. İndi o şeylər yoxdur. Qərim, sizin ən gözəl əsərlərinizdən biri də Leninə həsr olunmuş əsərdir. Bu dövrdə çoxları Leninə əsərlər həsr edirdilər. Bəxtiyar Vahabzadənin Leninə söhbət əsəri var. Rəsul Rıza Lenin poeması yazıb, ən gözəl əsərlərindən biridir. Yoxdan layıq görülmüşdü hətta. Və Səməd Vurğunun deyək ki, partiya haqqında, Stalin haqqında kifayət qədər dəyərli əsərlər yazılıb və təbiidir ki, onlar o vaxtda çox şeylər bilmirdilər. Bəli. Və onlardan biri kimi, bir böyük sənətkar kimi siz də Leninlə bağlı bir əsər hazırlamışdınız. Bəli. Onun taleyi və bugün Leninlə münasibətiniz. Onun taleyini Qazax Tarix Yaşam Muzeyi məndən aldı o vaxtları. İndi də Lenin getdi da, aləm dəyişdi. Ancaq qaldı mən türkü kimi, mən bəlkə də ən böyük türkülərin biri mən özüməm. Hətta bizim nənəmiz də türk qız olubdu. Bir türk ədibi Ziya Göyalov. Rəhmətli Kemal Paşamış onun əsərlərindən yararlanırdı. O yazırdı ki, Ziya Göyalov, Türkəm deyənin hansı irqdən olması vacib deyil. Əsas odur ki, tərbiyəsi türk tərbiyəsi olsun. Mən türkçülüğü çox sevirəm. Nənəniz türk idi deyirsiniz, yəni Türkiyədən gəlmişdi. Xeyr, babam İbrahimin zövcəsi türk qız olubdu. Ondan da Yusuf babam doğulub, Yusuf'tan Qərib doğulub, mənim adım qoyulan babam, ondan da mənim adım Yusuf doğulub. Yəni qanımızda türk qanı var, Osmanlı qanı var daha doğrusu. Hatta Osmanlıdan söhbət gedir. Bəli. Yoxsa belə götürəndə biz hamımız türkük. Hamı türkük, bəli, hamı türkük. Biz sadəcə Azərbaycan türkləriyik, onlar Osmanlı türkləri, Anadolu türkləri. Bəli, 1072-ci ildə Mahmud Kaşqari Türkün lüğəti əsərində yazırdı ki, bu dünyada 23 türk dilli etnoslar var. Bir də biz Azər türkləriyik. Və digər Qırğız, Qazaq bildiyiniz kimi də. Və indiki Türkiyə türklərinə yaxın olan, ən yaxın olan dil bizimkidir. Bizim Azəri türkçəsi. Hətta onlar dizilərdə də bizim dildən istifadə edirlər. Yəni, ta ki, Qaradəniz ətrafında yaşayan türklər nə cür fərqli danışırsa, eyni cür də biz o qədər yaxınız. Anadolu türkləri, bir də Qaradəniz ətrafında yaşayanlar elə təxminən bizim ləhcədə danışır. Ancaq, misal üçün, mən görmürəm ki, türk dizilərində, türk filmlərində, tutaq ki, türkmən türklərindən kimsə olsun və danışsın. Çünki onun dilini başa düşmür. Qırğızları da başa düşmür. Bəli, ən çox bizim dilimizə uyğun gələn dil elə Osmanlı türkçəsidir. Və onlara da yaxın bizim danışımız. Bəli. Tamamilə doğru. Və sonralar tədris ərəfəsində rəhmətli mənim müəllim var idi, Kəmal Səmədzadə, əməkdar rəssam bizə Batka texnikasını öyrətdi dediyim kimi. Sonra dediyim kimi mən həm çəkirdim, həm toxuyurdum. Sonra Batka əsərlər başladım yaratmağa. Onlar da yenə dövlət alırdı məndən. Bildiyiniz kimi 90-cı illərdə hamısı məhv oldu, getdi. Yeni eskizlərim var idi, Cavanşirin andı və belə yeni əsərlər fikirləşirdim beynimdəki. Cavanşirin anası qarşısında sanki Mehranlılar sülaləsinin bacısı Cavanşir, Alban hökümdarı. Sonra hamısı batdı getdi da.
Bu nə cür işləyirdiniz, onu da bir göstərərdiniz, mən xahiş edirəm. Ben o proses nə cür olurdu? Proses dediğim kimi qamışı düzürdüm uzun stola. Aha. Onu bir neçə yerdən tikirdim ki dağılmasın. Eskizləri köçürürdüm həmin qamışın üzərinə. Bir götürürdüm ta ki məsələ belə deyək də bu hissə ağdır, ağ toxuyurdum. Bu hissə nə bilim filan rəngdədir, onu toxuyurdum. Qolun atlanırsan belə, fırlayırsan, o çatanda İliyə keçirirsən, kəsirsən. Sonra yenidən o birisi rəngi toxuyursan. Çətin proses. Bu xalçaçılıqdan daha çətindir. Xalçaçı oturursan, rəzyanın qarşısında doluyursan, tık kəsirsən. Tık kəsirsən. Onda bütün bədənin iştirak edir. Amma burada qolun biri elə bil, həmişə o qamışı burada belə tutursan qolun altında. Çətindir. Çətindir. Qəribən, Qazaxda doğulubsuz və uşaqlığınız orada keçib. Bəli. Şeirə münasibətiniz? Şeirə münasibətim çox yaxşı. Sevdiyiniz şairlər. Təbii ki, Səməd Vurğunu hamımız sevirik. Hüseyin Arifi də hamımız sevirik. O, biraz kənara çıxsaq, yeribazlıq eləməsək. Yox. Yeribazı mən elə yeribaz adam deyiləm, amma haqq olaraq qalır. Mən Səməd Vurğunu da oxuyuram, Nizami Gəncəvini də oxumuşam, bəzi şeirlərini də bilirəm Nizami Gəncəvidən, Hüseyin Bozanqanını da oxumuşam, Aşıq Əkbəri də oxumuşam, rəhmətli. Məsələ, Aşıq İmranından da hər şeiri bilirdim, indi fikrimdən çıxıbdı. Yəni, hansı şeir mənim xoşuma gəlirdi, mən o şeirləri əzbərləyirdim. Hansı şeirə xoşuma gəlirdi. Sonra kimi deyim, nə bilim, mən xeyli şeir bilirdim mən. Gənclikdə indi görürsən ki, məsələn, Zəlimxan Yaqubdan şeir bilirdim. Axşam səhər dolanıram başına, bu bələhli, bu qındaqlı balamın. Nuru yağır taleyimə, qəlbimə, pambıq əlli, süd dodaqlı balamın. Anasının əzəlidir, ilkidir. Varı, yoxu, dövlətidir, mülküdür. Yoldaşları, ay dovşan türküdür. Dörd bir yana oyuncaqlı balamın. Hər baxışı bir mətləbə yozuram. Mənasını ürəyimə yazıram. Nə buyursa, qulluğunda hazıram. Hər istəyi doğru haqlı balamın. Məsələ, Zəlimxan Yaqubun gənclik vaxtı hazırladığı bir şeiridir. O sizi o şeiri əzbərləməyə məcbur eləyən uşaqlardan hansı oldu? İlk uşaq oldu yoxsa? Yox, mənim bir daim oğlu vardı, Qəhrəman Əskərov. Mən ondan bu şeirləri əzbərləməyi öyrəndim. Yəni öz o uşaqlarınızla bağlı. Yox. Hərdən olur da uşağı o qədər çox sevirsən ki, elə ürəyinə yatan bir şeir görəndə əzbərləyirsən ki, onun üçün oxuyasın. Yox. Mən ümumiyyətlə belə yaxşı şeyləri xoşlamışam və əzbərləmişəm. Əgər olsa mən bir imtahan verdiyimdən də danışardım. Rəhmətli Famil Mehtərə bir xatirəmi danışardım. İnstitutda imtahan verən ərəfələrdə 81-ci ilin yay ayında 7 imtahan veririk. Mən girmişəm 6-cı imtahana, ədəbiyyat şifahiyə. Amma yazıdan 4 almışam inşadan. Xəttim qəşəngdir. Biraz da istifadə eləmişik köçürmədən zaddan 4 almışam. Xəttim doğrudan qəşəngdir. İndi gəldik 6-cı imtahana, çəkdim. Hüseyin Cabit ana poemasının haqqında danışma, dedim bilmirəm. Dedi yox müəllim. Niyə ki? Cəzayirə bir bileti çəkim. Dedi çəkin dedi. Nə bilsəniz bir xal aşağı düşürək. Mən də ədəbiyyatı, tarixi nöqtə və nöqtər əzbər bilirəm. 3 ildir imtahan verirəm artıq. 3 ildir imtahan verirəm. Peşəkar imtahan verən olursunuz. 3 il imtahan vermişəm. Əzimzadan qoyulananda 2 il fəhlə adına vermişəm. Bir də 81-də əzimzadanı qutarmışam. Belə vermişəm. Dedim ki, mən ədəbiyyatı, tarixi nöqtə bilirdim mən. Gəldi mənə düşdü Məhəmməd Rahimin Derinqrad köylərində poemasını bir parça əzbər söyləmək. Sonra Puşkin ölüm haqqında Axundovun Şərh poemasının təhlili, bir də cümlə təhlili, təyin tamamlıq, nə bilim, nə. Elə tez keçdim fikirləşmə partasına, girişi yazdım. Dedim falan müəllim, mən hazır, dedi gəl. Buyur. 2 nəfərdirlər, yanında da senti. Dedim, poema 1944-cü ildə yazılıb. Məhəmməd Rahim tərəfindən. Poema deyim, belə başlayır. Açılmış səhəlin ara gözləri, günəş şəfəqlərlə bəzəyir yeri.
qalır Hüseyin Bala güyə sürətlə, şair bu səhnəni böyük hörmətlə, seyr edib başlayır öz dastanını, yazır zamanının qəhrəmanını deyə saxla. Saxla ki, ikinci suala. İkinci sualda yenə cavab verdim olduğu kimi, hətta orada bir sözdə ədəbiyyatda olmayan bir əlavə söz də işlətdim. Yəni ədəbiyyatda oxumamışam, başqa yerdə mən eşitmişəm. Axundovun Ölüm haqqında şərh poemasını bizim dilimizdən rus dilinə Bestuzhev Manitski tərcüm etmişdir. O mən heç adada, yəni ədəbiyyat müntəqamında o şey yox idi, o yazı yox idi və dedim onun qiymətini saxla. Yəni 4-ü saxla. Falan müəllim rəhmətli mənə sual verdi ki, nə üzərində işləyirsən? Dedim falan müəllim, plakat janrında işləyirəm. Bu da yaxşıdır, bu da publisistikadır, yaxşıdır. Biraz ayağım yer aldı da 4 qiymət. Biraz da falan müəllim mənə danışdırdı. Biz onda müəllimlərə çox müqəddəs baxırdıq axı. İlla ki, elmlər doktoru, şair. Tanınmış adam. Əlbəttə, mən də Famil müəllimin 81-dən danışıram mən. 70-ci də bir ana şeirini əzbərləmişəm. Təsadüf, şeir xoşuma gəlib əzbərləmişəm. Şeir pusat da deyəcəm sizə indi mən. Belə buna tərəf biraz əyildim stola. Dedim Famil müəllim, sizin şeirinizi deyim. Dedim, hardan sana? Ağdamlıydı axı. Dedim Qazaxdan, dedi dur cəhənnəm ol buradan. O niyə cəhənnəm ol, mən belə bilmədim, şeiri deməyə qoymadı. Şeir istəsək mən onun şeiri deyə bilərəm. Damarımda qızıl qanım, eşqim, ruhum, həyəcanım, bu dünyada ilk ünvanım, ilk adım sana südüm. Bir müqəddəs günəşimsən, odmu, su mu, ateş mi sən, ömrüm boyu uçuşda sən, qanadım sana südüm, ana südüm, ana südüm. Falan mənim rəhmət imam bir şey deməyə qoymadı, dedi o cəhənnəm ol buradan. Məni boyladı. Yəqin ehtiyat edib ki, birdən tələbə müəllimlə yaltaqlanmaq istəyər. Yox, mən artıq qiymət almışam, nə yaltaqlanmaq? Yoxsa niyə icazə verməsin? Vermədi. İşte oradadır ki, adətən şairlər çox sevirlər ki, onun şeirlərini kimsə onu həmin müəllim desin. Fərqli adam idi. Fərqli adam idi, kəskin mövqe olan adam idi. Açıq onun hətta bir məşhur şeiri də vardı, Dilən professor şeiri yazmışdı. Çox sağ olun qəlbəm, çox sağ olun, maraqlı söhbət oldu, biraz da miskilli söhbət oldu. Belə, qonağımız Qərib İbrahimov idi. Azərbaycanda böyük bir istiqamətin yaradıcısı Qərib İbrahimov. Azərbaycanın yetişdirdiyi çox böyük istedadlardan biri olan Qərib İbrahimov. Qədrini bilmədiyimiz, qoruya bilmədiyimiz dəyərli rəssamımız. Nə rəssamımızı qoruya bildik, nə də onun yaratdığı istiqaməti. Sağ olun, sağlıqla.